Salamlar, hər birinizi xoş gördük. Bugün sizlə bir yerdə riyaziyyat məsələləri MHM Tədris Mərkəzinin yeni 2025-ci il nəşr ibtidai riyaziyyat müəllimləri üçün, miqra sertifikasiya hazırlaşan müəllimlər üçün yeni toplusundan bu kitabda mövzulara baxırıq. Artıq 5-ci mövzudayıq. Ədədlərin müqayisəsi mövzusuna baxırıq. Buranı təmizləməyi unutmuşam. Niyə bilmirəm. Videomu bəyənməyə, kanala abunə olmağı unutmayın. Artıq mütəmadi olaraq buradan tapşırıqların izahları sizin üçün verilir. Sertifikasiyaya qədər mövzuların müəyyən hissəsini artıq keçmiş olacağıq və deməli, artistdən nəsə deyəcəm yaddan çıxdı. Miqə isə artıq mövzuları tamamilə bitirmiş olaraq çalışıram ki, maksimum sizə bu məsələlərdən diqqət edim. Deməli, dəstək göstər. Sonluğu düz qoymadım. Deməli, 5-ci mövzu ədədlərin müqayisəsinə baxırıq. Bu işarəni bilirsiniz ki, böyükdür. Ümumiyyətlə, ağzını hansı tərəf açırsa, bu böyük işarəsidir. Və bu tərəfdə qalan kiçik olur, sol tərəfdə olan isə böyük olur. Böyükdür işarəsi, kiçikdir işarəsi, böyük bərabər işarəsi və kiçik bərabər işarəsi. Elə çox istifadə olunmur, amma yenə də, yəni burada elə çox ona aid suallar yoxdur. Suallar hətta çox asan da deyə bilərəm. Ümumi metodika ilə deyəcəm və siz artıq bütün tapşırıqları hətta videonu dayandırıb da yaza bilərsiniz. Sonra da yoxlayarsınız cavabları. Deməli, 251-ci suala baxırıq. Ulduzun yerinə deməli 8, 5, 2, 2 böyükdür 8522-dən 8500 bilmirəm neçə onluq 2. İndi bunu tapmaq lazımdır. Mən baxıram, ikisi də 4 rəqəmlidir. Minlikləri 8-dir, yüzlükləri 5-dir və təklikləri 2-dir. Diqqət eləsəz, burada onluq 2, burada ulduz və böyükdür. Bunu hamımız bilirik. 2 ulduz, yəni 2-dən kiçik ədədlər olmalıdır. 1, 0, doğru cavab olur D variantı. Digərində 9, 5, 9, 3 böyükdür. 9, 5, 1, ulduz, 2. Buna baxın, bu 4 rəqəmlidir. Bu isə 5 rəqəmlidir. Sağda kiçikdir, solda böyükdür. Bərabərsiz işarəsinə görə. Amma belə deyil. Əslində bu 95.000 ədədi 9593 ədədindən böyükdür. Yəni bu bərabərsizlik heç bir halda doğru olmaz. Ulduzun deyir hansı yerində doğru olar, hansı rəqəmlər yazıldıqda, o da heç bir rəqəm yazıldıqda doğru olmaz. İndi baxırıq. Videom gedir. Yəni daimi izləyənlər bilir. Həmişə nəyisə dayandırırım, sonra qayda düşmək yadımdan çıxır. 5-6 sual izləyəndən sonra, izah edəndən sonra yadıma düşür ki, başlamamışam. 5 böyükdür, 5, 1, 8, 5. Deməli, bərabərsizlik doğru olar. İndi baxırıq, 5'lik, 5000'lik, 5 təklik, 5 təklik. İndi baxın, deməli 1 ulduz böyükdür, 1, 8. Yəni nə olmalıdır? 1'i də atmaq olar buradan. Ulduz böyükdür 8, yəni 8-dən böyük qiyməti sadəcə 9 olur. Yalnız 9. Burada bu tipli suallarda bir neçə məsələ var. Nədir məsələ? Yəni nə demək istəyirəm? Siz bunu hər hansı bir ədədə də bərabər eləyə bilərsiniz. Hər hansı bir k-ya da bərabər eləyə bilərsiniz k ədədinə. Tövsiyə edirəm ki, ümumi hər birini k-ya bərabər edək. Ədədə də bərabər eləyə bilərsiniz. Niyə k-ya bərabər eləyək? Çünki bəzilərində bölümü olanda bu bizim üçün çətinlik yaradır. Mən bu ifadəni bərabər eləyirəm bir k ədədinə. Hətta gəlin. Qırmızı ilə davam eləyək. Bərabər eləyirəm bir k ədədinə. Bir dəfə a plus 7-ni k yazıram. Yazıram ki, a plus 7 bərabərdir k. Bir dəfə b plus 3-ü k-ya bərabər eləyirəm. b plus 3 bərabərdir k. Bir dəfə də c plus 10-u bərabər edirəm k-ya. Buradan bir asıllıq yaratsaq, yəni a-nı tapmağa çalışsaq, o zaman olacaq a bərabərdir k plus 7 sağ tərəfə keçir olur minus 7. Digərində b bərabərdir k plus 3 sağ tərəfə keçir olur minus 3. Digərində c bərabərdir k plus 10 sağ tərəfə keçir olur minus 10. İndi baxaq. Bax a k minus 7-dir, b k minus 3-dür, c k minus 10-dur. Burada diqqət eləsək, hərəsində bir ədəd çıxır, azalan, çıxılan da belə. Məsələn, k-ya bir ədəd qoya bilərsiniz, tutaq ki, qoya bilərsiniz 10. 10 qoysaz 10 çıxaq 7, a-nın qiyməti olacaq 1, 3.
Sonra 10 çıxaq 3, B-nin qiyməti olacaq 7. 10 çıxaq 10, bunun da qiyməti olacaq 0. Ən böyüyü hansı oldu? B. Bizdə kiçikdən başladığı üçün kiçiyi yazaq. Birinci variantlar baxın kiçiklə başlayır. Ən kiçiyi oldu C, çünki qiyməti 0-dır. Ondan kiçiyi oldu A, ondan da kiçiyi oldu B, C, A, B. Əlavə demək istədiyim qayda nədir? İndi ola bilər kimsə xüsusilə sualın izahına baxar, hamısına deyəcəm ki, mütləq 254-cü suala qayıdıb bir də baxsınlar. Çünki növbətilərdə yerinə rəqəm qoymayacağım, ümumi danışacağım proseduru. Məsələ burasındadır ki, K standart eyni ədəddir. K-dan hansından kiçik ədədi çıxırıqsa, o ən böyük olur, yəni B ən böyük olur. Amma K-nın hansından ən böyük ədədi çıxırıqsa, həmin ədəd ən kiçik ədəd olur. Ümid edirəm ki, izah edə bildim. Davam eləyək. Baxaq, yazaq ona uyğun 255-ci sual. Buranı təmizləmə şərti oldu. Sürətli çalışacağım edim. Bu ifadəni, deməli 255-ci sualda, 255-ə baxan, 254-ə baxmağınıza tövsiyə edirəm. Hər dəfə deyəcəm bunu. Deməli, bunu bərabər edirəm bir dənə K ədədinə. Bir dəfə A çıxaq 12 bərabər olur K-ya. A çıxaq 12 bərabərdir K. Bir dəfə B çıxaq 10 bərabər olur K-ya. Bir dəfə də C çıxaq 9 bərabər olur K-ya. Bu K-ya bərabər oldu 3-ü də. Ondan sonra buradan bir asıllıq yaradırıq. Yəni, alırıq ki, A bərabərdir, K qalır. Çıxaq 12 sağ tərəfə keçir olur, üstə gələ 12. B bərabərdir K qalır. Çıxaq 10 sağ tərəfə keçir olur, plus 10. C bərabərdir K qalır. Çıxaq 9 sağ tərəfə keçir olur, üstə gəlir 9. İndi diqqət edək. A-ya, B-yə, C-yə baxaq. Hər biri kiçiklə başlayır. Sizcə, 3-ündə də K var, düzdür? 3-ündə də K var. Sizcə, K-nın üstünə 9 gələndə böyük olar, 10 gələndə böyük olar, yoxsa 12 gələndə böyük olar? Təbii ki, 12 gələndə böyük olar. Ona görə ən kiçik olacaq kiçik gələn, yəni C kiçikdir. Ondan böyük olacaq B və ən böyüyü də olacaq üstünə 12 gəldiyimiz C kiçikdir, B kiçikdir, A olacaq C var. 256 üçün gələn izləyici 254-cü sualın izahına bir daha baxmağını istəyirəm. Deməli, yazırıq 256-cı sualı. Mən bunu bərabər edirəm bir dənə K ədədinə. Siz K-ya da bərabər eləyə bilərsiniz bu arada. İstənilən bir ədəddə də götürüb bərabər eləyə bilərsiniz. Amma ümumən, məncə kəsirləri müqayisəni bilirsinizsə problem olmayacaq bu sizə. Deməli, x vurulsun 8, bir dəfə bərabər edirəm K-ya. Bir dəfə y vurulsun 2-ni bərabər edirəm K-ya. Bir dəfə də z vurulsun 3-ü bərabər edirəm K-ya. Sonra buradan asıllıq yaradıram, yəni nə alındığını tapıram. Yazıram x bərabərdir. Vuraq 8 keçir sağ tərəfi olur bölək 8. Ondan sonra y bərabərdir. Bu olur k bölək 12. Hətta bunu kəsirdə yazmaq bizim üçün daha yaxşı olar. Gəlin kəsirdə yazaq. Deməli, dedik yazırıq bir dəfə k bölək 8. Yazırıq bir dəfə k bölək 12. Bir dəfə də yazırıq z bərabərdir k bölək 3. İndi diqqət edin, bu dəfə variantlar böləklə yazılır. Biz birinci ən böyüyü tapmalıyıq. Yəni ən böyük yazıb birinci variantlarda. Deməli, məsələ burasındadır ki, k tutaq ki bir tortdur. Bunu 8 yerə bölsək dilimlərin ölçüsü böyük olar. 12 yerə bölsək dilimlərin ölçüsü böyük olar. Yoxsa 3 yerə bölsək dilimlərin ölçüsü böyük olar. Təbii ki 3 yerə böləndə dilimlərin ölçüsü daha böyük olacaq. Ona görə ən böyüyü z-dir. Ondan kiçiyi x-dır və ən kiçiyi də y-dır. Z böyükdür, x böyükdür, y, yəni d var. Bunu bu formada izah eləməyimdə məqsəd liselərə hazırlaşan şagirdlər də belə izahlardan istifadə edə bilirlər. Ona görə istəyirəm ki, hər şeyi detallı izah edə bilim sizə. İndi bunu bərabər edirəm bir dənə k ədədinə. A-12 k-dırsa, o zaman A bərabərdir K plus 12 olur. Əvvəlki izaha baxmanızı istəyirəm. Çıxaq 12 sağ tərəfə keçir olur. Üstə gəlir 12 K-nın yanına keçir.
Bir dəfə B bərabərdir. Çıxaq 7 K-nın yanına keçəndə olur K plus 7. Yəni bu bərabərlikdirsə əgər, bax bu ifadə əgər bərabərlikdirsə, biz burada istənilən ikisini götürə bilərik. Yəni bununla bunu götürərəm. İstəsəm də S-27 ilə K-nı götürərəm. S-27 ilə K-nı götürsəm, o zaman K qalacaq, çıxaq 27, gələcək olacaq üstə gələ 27. Və D bərabərdə K qalacaq, çıxaq 1 olacaq, üstə gələ 1. İndi baxaq. Baxıram ki, variantlar böyüklə verib. Sizcə bunlardan hansı böyük olar? Təbii ki, əgər hamısının K-nın üstünə gəlir isə, ən böyük K üstə gələ 27 olar. Çünki həmin ədəd daha böyükdür. C. Ondan sonra K plus 12 böyük olar. A, yəni bunun kiçiyi. K plus 12-dən də kiçik K plus 7-dir. Yəni, deməli B. Sonra ən kiçiyi də K plus 1-dir, o da deyil. K-nı məsələn burada 0 götürün. O zaman A-nı ifadə eləyəcək 12, B-ni 7, C-ni 27, D-ni 1 ifadə eləyəndə C, A, B, D şəklində olur, olur D variantı. Baxırıq 258-ci suala. Deməli, bunu da bərabər edirəm bir dənə K ədədinə. O zaman X bərabər olur, K durur, bölək 18, sağ tərəfə keçir olur, vuraq 18. Y bərabər olur, K vurulsun, bölək 12 vurulur olur, vuraq 12. Və Z bərabərdir K, bölək 22 sağ tərəfə keçir olur, vuraq 22. Sizcə variantlar baxırsınız birinci böyüyü verib, ən böyük hansıdır? Təbii ki, ən böyük vuraq 22-dir. Tutaq ki, K 1-dir, 22-yə vuranda ən böyük olacaq Z. Z-dən kiçik olacaq 1 vuraq 18, yəni 1. Və ondan da kiçik olacaq, ən kiçiyi də olacaq Y 12-yə vurulun. Z, X, Y doğru cavab olur D variantı. İndi gəlir məsələ qarışıq olanlar 259 tiplilər. Bunu bərabər edirəm, yenə bir dənə K ədədinə bərabər edirəm. X bərabərdir, K durur, plus 15 sağ tərəfə keçir olur, minus 15. Y bərabərdir, minus çıxaq demək istəyirəm. K durur, plus 12 sağ tərəfə keçir olur, minus 12. Ondan sonra Z deyil, AB-dir. Deməli, A bərabərdir, K durur, minus 8 sağ tərəfə keçir olur, plus 8. B də bərabərdir. K minus 27 keçir sağ tərəfə olur, plus 27. Məsələn, biz ona ədəd baxmadan birinci yazım. Gəlin, baxaq görək hansı variantlar böyüklə verilib. Hansı ən böyükdür? Təbii ki, plus 27 olan ən böyükdür. Çünki A-da plus 8-dir, üstünə 8 gəlir. Digərlərində isə sadəcə çıxır. Ona görə ən böyüyü B-dir. B-dən kiçiyi isə A-dır. Ondan sonra gəlirik. Minus 15, minus 12. Hansı ən kiçikdir? Təbii ki, 15 çıxdığımız ən kiçikdir. Çünki daha böyük ədəd çıxır. Düşünək ki, K 18 imiş. 18-dən 15 çıxırıq 13. 3. 18-dən 12 çıxırıq 6. Görürsünüz, böyük çıxdığımızda nəticə kiçiyi alır. K idi, 15-ini atmışam. K idi, 12-sini atmışam. Onda ən kiçiyi olur X və X-dən böyüyü də qalır Y. Olur B, A, Y, X, yəni A variantı. Baxırıq 260-cı suala. Deməli, 260-da yeni proses eyni gedir. Biz bərabər edirik bir dənə K ədədinə. A bərabərdir. K dayanır, plus 12 keçir olur, çıxaq 12. Buradakı 12. İndi plus 8-i keçirdəcək o tərəfə. B bərabər olur, K çıxılsın 8. C bərabər olur, 16 keçir sağa olur. K-nı yazmaq unutdum. K çıxılsın 16. D də eləcə K-nın özüdür. D eləcə K-nın özüdür. Digərlərində amma baxın, çıxırlar nəsə. Nəsə çıxırlar. D K-nın özüdür deyə bizə azalan sırada deyir. Azalan sıra deyirsə, nə edirik? Böyükdən kiçiyə doğru gedirik. Ən böyüyü yazacağıq, ən birinci yazacağıq böyük. Sizcə ən böyük hansıdır? Ən böyük D-nin özüdür elə. D-nin özü ən böyük olduğu üçün, çünki K-da heç nəyə çıxmır. Amma baxın, D-dən gedirik biraz kiçiyə. Biraz kiçik 8 çıxılmışdır. Çox azacığın çıxır. Ondan kiçiyi 12-dir. 12 belə lap çox çıxır K-dan. Amma ən kiçiyi C-dir. Çünki ən böyük ədədi K-dan o çıxır. O da bərabərdir C. İstəsəz yerinə qiymətli qoya bilərsiniz. Məsələn, qoyuram 28. Olur 16, 18, 28 yox, 20 çıxa bilmədim.
28'dən 16 çıxanda 12. Bu da 28'in özü. Ən böyüyü olur D, sonra olur B, sonra olur A, sonra olur C. DBAC, yəni BBB variantı. Baxırıq 261-ci suala. Buranı təmizləyəcəm. Deməli 261-ci sualı. Bəzən, yəni xüsusi istədiyiniz mövzu varsa rəylərdə qeyd edə bilərsiniz. Bunu bərabər eləyirəm bir dənə K ədədinə. Deməli A bərabər olur. Kəsirlə demişdik bayaq. 254-ün izahına ümumiyyətlə 254-dən bax 257-yə qədər belə ümumi baxa bilərsiniz. İlk 10 dənəyə baxın siz izahına. Sonra növbətində bir yerdə, növbətində özünüz yaza biləcəksiniz. Vuraq 7 sağ tərəfə keçir olur bölək 7. Sonra B bərabərdir K qalır. Vuraq 3, B-də vuraq 3-dür. Keçir sağ tərəfə olur bölək 3. C bərabərdir K bölək. Vuraq 11 sağ tərəfə keçir olur bölək M. Diqqət eləsə burada birinci baxaq. Bizə hansı sıra deyir? Artan sıra deyir. Artan sıra yəni kiçikdən böyüyə doğru. Ən kiçiyi tapmaq lazımdır. Ən kiçik C-dir. Niyə? Çünki C-də K-nı 11 yerə böləndə tortda tutaq ki, üçündə də K tortdur. K-nı 11 yerə böləndə dilimlərin ölçüsü daha kiçik olur. Sonra 7 yerə bölürük. Biraz böyük dilim alırıq. Amma 3 yerə böləndə tortun dilimləri 3 dilim olsa da ən böyük olur. C kiçikdir, A kiçikdir, B artan sıra dediyi üçün CAB, yəni C variantı. Bunu bərabər edirəm bir dənə yenə K ədədinə. Mən təmizləyincə siz bərabər edib yazmağa cəhd edə bilərsiniz. Çünki çətin mövzu deyil. Bərabər edirəm bir dənə K ədədinə. Deməli A bərabərdir, B bərabərdir, C bərabərdir, D bərabərdir. Bərabər elədim bir dənə K ədədinə. Bunu bərabər edirəm K-ya. Vuraq 13, sağ bölək 13-dür bu. Keçir sağ tərəfə olur vuraq 13. K bölək 3, keçir sağ tərəfə olur vuraq 3. Bölək 8, keçir sağ tərəfə olur vuraq 8. D də eləcə olur K. İndi bizdə ən kiçikdir. Sizdə ən kiçik hansıdır? Ən kiçiyi D-nin özüdür. Niyə ən kiçikdir? Çünki heç nəyə vurmayıb. Tərtəmiz D-dir. Ondan sonra kiçiyi B-dir. Balacana vurub, 3-ə vurub. Sonra ondan böyüyü, yəni kiçik deməyim də böyük. Ondan da böyüyü C-dir, 8-ə vurub. Ən böyüyü isə A-dır. Çünki o ən böyük rəqəmə vurub, 13-ə vurub. DBSA B variantı. Baxırıq 263-cü suala. Saxlatmamışam hələ. Qorxundan saxlatmıram. Bu arada videonu bəyənə bilərsiniz. Rəy və təkliklərinizi aşağıdan yaza bilərsiniz. 263-cü sualda yenə bərabər edirəm bir dənə K-ya. A bərabərdir, B bərabərdir, C bərabərdir, D bərabərdir. Bunu bir dənə K-ya bərabər eləyəndə bölək 7 keçir sağ tərəfə olur vuraq 7. Bölək 6 keçir sağ tərəfə olur vuraq 6. Bölək 12 keçir sağ tərəfə olur K vuraq 12. Və D də eləcə bərabər olur K-ya. Azalan sıra deyil, ən böyük yazmalıyıq. Sizcə ən böyük hansıdır? Ən böyük ədədə vurulan C ən böyükdür. Ondan kiçiyi hansıdır? Biraz kiçik ədədə vurulan A. Bundan da kiçiyi hansıdır? Lap kiçik ədədə vurulan 6-ya vurulan və ən kiçiyi də hansıdır? D-dir. Çöldə iti səsi gəldi, ona baxmalıydım. CAB-dir. 5-dən it var idi. CAB-dir. C variantı. 264-cü suala baxırıq. Eyni gedirik əslində. Yəni, demək olar hamısı eynidir. Baxırıq 264-cü suala. X bərabər eləyirəm Y, Z, bir də T. Bunun hamısını bərabər eləyirəm bir dənə K ədədinə. Bölək 18 keçir sağ tərəfə K-ya vurulur. Olur 18, vuraq 18. Bölək 12, Y-dakı bölək 12 keçir sağ tərəfə olur vuraq 12. Sonra Z-dəki bölək 22 sağ tərəfə keçir olur vuraq 22. T-nin heç nəyi yoxdur, tərtəmiz K-dır. Yəni bizə deyil, aşağıdakılardan hansı doğrudur? Baxaq variantlarda ən böyüyü verib. Ən böyük hansıdır? Bəli, 22-yə vurulandır. Böyük ədədə vurulub deyə. Ondan biraz kiçiyi hansıdır? 18-ə vurulandır. Bundan da kiçiyi hansıdır? 12-yə vurulandır. Y-dir. Ən kiçiyi hansıdır? T-dir. Çünki heç nəyə vurulmayıb. Eləcə K-dır. Z, X, Y, T, yəni digərlərini 22 dəfə artırıb, 12 dəfə artırıb, 18 dəfə artırıb, amma T-yə heç nə etməyib.
265'e baxacağıq. Deməli, baxırıq 265-ci suala. 265-də A, B, C, D, Y. Deməli, A bərabərdir, B bərabərdir, C bərabərdir, D bərabərdir və Y bərabərdir. Mən bunun hamısının salamatı K yazıram. K deyil əslində. İfadəni bərabər edirəm K-ya. A-nın yanındakı plus 7 keçir K-nın yanına olur minus 7. B-nin yanındakı çıxan 12 keçir K-nın yanına olur üstəgəl 12. C-nin yanında heç nə yoxdur, tərtəmiz K qalır. D-nin yanında plus 4 keçir sağ tərəfə olur minus 4. E-nin yanında heç nə yoxdur, bərabər olur eləcə K-ya. Diqqət eləsək, C ilə E bir-birinə bərabərdir. C ilə E-nin bərabər olmadığı variantları atıram. Baxırıq ki, ən kiçiyi verib. Sizcə ən kiçik hansıdır? Ən kiçik burada ən böyüyə çıxılandır. Hansından ən böyük çıxır? A-dan ən böyük çıxır. Digərlərində B-də üstünə 12 gəlir. Burada 4 çıxır. Amma əgər A tutaq ki 10 olsaydı, K 10 olsaydı, K-dan ən böyük belə deyək də, K 10 olsaydı, o zaman 10 çıxaq 7, 3 qalacaqdı, 22 qalacaqdı. Burada ondan da 6 çıxır. Yəni A-ya ən kiçik qalacaqdı. Ona görə ən kiçiyi A-dır. A-dan böyüyü D-dir, çıxılanlar. Ondan sonra çıxıldım. Deməli, 7 çıxdım, 4 çıxdım. Sonra gəlirəm neytral vəziyyətlərlə bunu. C bərabərdir Y. Və ondan sonra da ən böyüyü də B-dir. Çünki üstünə 12 gəlir. Burada Y, S ya da S, Y heç bir fərqi yoxdur. A, D, S, Y doğru cavab olur. D variantı. Baxırıq 266-cı sualı. 266-cı sualda elə çətin deyil. Amma məsələ burasındadır ki, nədir məsələ? Burada cavab hansı oldu? D oldu da. Baxırıq 266. 266-da da hər birini bərabər eləyirəm bir dənə K-ya. Burada baxsaq, hamısında 3 var. Mən bu 3-ləri o tərəfə keçirtmirəm. Yazıram eləcə 3A, yazıram 3B, yazıram 3C, bərabərdir 3D. Hamısında 3 var deyə mən dəyimirəm də. Tutaq ki, əgər A B-dən böyükdürsə, bunun 3 qat böyük A-da, 3A-da, 3B-dən böyük olacaq. Heç bir şey dəyişmir. 5 3-dən böyükdürsə, 3-ə vuranda 15 də 9-dan böyükdür. Yəni, böyüklüyündə, kiçikliyində bir şey əksilib artmır. Ona görə K-ya bərabər eləyəndə plus 12 keçir olur K çıxaq 12. Sonra plus 15 keçir olur K çıxaq 15. Plus 8 keçir olur K minus 8. 3D-də də heç nə dəyişmir, bərabər olur K-ya. Bunları vuraq üçsü də sağ tərəfə keçirdib əlavətən 3-ə bölmək, dediyim kimi, böyük kiçiklikdə heç nə əksilmir. Lazım olarsa bölə bilərsə, amma o tipdə suallar ümumiyyətlə yoxdur. O qədər qəliz düşəcəyini mən də inanmıram. Əgər olarsa, yerinə ədəd qoyub təqribi hesablaya bilərsin. Yəni, bərabər eləyərsin, misal üçün, bir 28-ə, tutaq ki, 28-ə. Başlayırsınız tək-tək kəsilən qiymətini tapıb müqayisə eləməyə. Bu yorucudur. Bərabər elədim bunları. Diqqət eləsi bizə azalan sıra deyil, ən böyük lazımdır. Mən baxıram ki, sağ tərəfdə K-dan nələrsə çıxıblar. Amma tərtəmiz K qalan D olandır. Deməli, D ən böyüdür. Bizə azalan sıra dediyi üçün ən böyük birinci yazıram. Ondan sonra gəlirəm nəyə? Baxıram ki, ən böyük oldu. Ondan sonra K-nı azca azaldan hansıdır? C-dir. Sonra K-nı biraz da azaldan hansıdır? A-dır. Amma K-nı lap əksildən azaldan hansıdır? B-dir. Baxın, ən böyük o çıxıb, 15 çıxıb. Ona görə DSAB qalır D variantı. Azaldan. 267-ci sual. Baxırsan, bax burada məsələn fərqlidir. A 8 var, B var, elə belə var, nə var, düzdür? Gəlin bunu bərabər elə. Bax burada da plus 12-lər eynidir. Hamısını yazacağam. A bərabərdir, B bərabərdir, C bərabərdir, D bərabərdir. Yazıram hamısını və hamısını bərabər edirəm bir dənə qaydadına. Kəsr xəttini niyə çəkirəm? Qaydadına bərabər edirəm. Bunu bərabər elədim, tutaq ki, K-ya. Minus 12 keçir sağ tərəfə olur plus 12. K plus 12. Vuraq 5 keçir sağ tərəfə olur bölək 5. Sonra
İkinci ifadəni bərabər edirəm k-ya. İkinci ifadəni bərabər edirəm k-ya. Yine minus 12 keçir sağ tərəfi olur plus 12. Buradaki vuraq 8 keçir sağ tərəfi olur bölək 8. S-də yine bərabər edirəm k-ya. Minus 12 keçir sağ tərəfi olur plus 12. Amma S-də heç nəyə bölmür. 1-ə bölür ya da belə yaza bilərsiniz. Digərində bərabər edirəm k-ya. Minus 12 keçir sağ tərəfi olur plus 12. Vuraq 4 olur bölək 4. 4'ə bölür. Baxın, hamısında k plus 12 eynidir. K plus 12 eynidir. K plus 12 eynidir. Bizə artan sıra ən kiçiyi lazımdır. Ən kiçiyi ən böyük hissəyə bölməlidir. B-də ən çox B-də bölüb 8 hissəyə bölüb. Ona görə orada ən kiçik dilimləri alır. Ondan biraz böyüyü 5'ə böldüyüzü buradakı dilimlər biraz böyüyür. D-yə böləndə dilimlər biraz da böyüyür. C-də isə ən böyük dilimdir. Çünki 1'ə bölüb. Yəni heç nə eləməyib, dəyişmir. BADS olur D variantı. Baxırıq 268-ci suala bərabər edirəm bir dənə k ədədinə. Deməli, k-ya bərabərlədim. X-da plus 8 olur k çıxaq 8. Y-da plus 14 olur k çıxaq 14. Z-də minus 6. Deməli, davam edirik. A-da k minus 6 keçir sağ tərəf olur plus 6. B-də minus 29 keçir sağ tərəf olur plus 29. Baxırıq, ən böyüyü hansıdır? Bəli, k plus 29'dur. B ən böyüdür. B-dən biraz kiçiyi plus 6'da A-dır. Ədəd də qoyub yoxlaya bilərsiniz. Ondan sonra gəlirik bura. Bura məsələn ədəd qoya bilərsiniz. Bərabərdir. 20 qoyaram. 20-dən 8 çıxanda 12, 20-dən 14 çıxanda 6. Onda hansı böyükdür? X böyükdür. X-dan da kiçiyi Y-dir. B-A, X, Y. A variantı. Bura niyə bulanıq düşüb? Heç nə canımız sağ olsun. Bunu silək. Buranı. Baxaq, indi mən sizə deyəcəm. Bərabər edirik bir dənə k ədədinə. Nəsə bir dənə bura bulanıqdır. Deməli, A bərabərdir, B bərabərdir, C bərabərdir, D bərabərdir. K ədədinə bərabər olalım. Vuraq 12-dir, keçir sağ tərəfə olur bölək 12. K bölək 12. Digərində B-də vuraq 10'dur, olur k bölək 10. Demişdik ki, kəsirdə yazırıq. C-də vuraq 9 olur k bölək 9. D-də isə eləcə k-dır, yazırıq eləcə k. İndi baxaq. Ən kiçiyi soruşur. Ən kiçiyi 12'yə bölünən hissədir. Çünki bir ədədi 12'yə böləndə, yəni ən böyüyə böləndə ən kiçiyi alır. Burada 12'yə bölüb, 10'a bölüb, 9'a bölüb heç nəyə bölməyib. Ona görə burada ən kiçiyi A-dır. A'dan biraz böyüyü 10'a bölünən hissədir. Bundan da böyüyü 9'a bölünən hissədir. C. Ən böyüyü isə D'dir. K-ya bərabər olan hissədir. ABC'dir. Məsələ burasındadır ki, siz yine dediyim kimi ədəd də qoya bilərsiniz. Prosta hissələr olaraq da baxa bilərsiniz. Burada bərabər edirəm bir dənə k ədədini. A bərabərdir, B bərabərdir, C bərabərdir. Bərabər elədim k. Bölək 3 sağ tərəfə keçir olur vuraq 3. B-də bölək 2 sağ tərəfə keçir olur vuraq 2. C-də bölək 5 sağ tərəfə keçir olur vuraq 5. Bizə kiçik. Ən kiçik hansıdır? B-dir. 2'yə vurulan. Çox azacıq vurub. Sonra biraz böyük 3'ə vurub, A-da vurub. Ən böyükdə də 5 dəfə artırıb C-yə vurub. B, A, C. Baxırıq 270-ci suala. 270'də ifadəni bərabər edirəm bir dənə k-ya. Bunları üçündə də eyni olduğu üçün 3A, 3B, 3C kimi saxlayacağım. 3A, 3B, 3C. Bayaq da demişdik, əvvəlki suallarda buna bənzərini izah eləmişdim. Demişdik ki, fərqi yoxdur. 5 3-dən böyükdürsə, bunun 3 qat böyüyü 15 də 9-dan böyükdür də. Yəni bir ədədi neçə eyni qədər dəfə artırdıqda ədədləri eyni qədər dəfə kiçiltdirdi. Böyüklə kiçiyin yerini dəyişmir, yeri dəyişmir.
İndi bərabər elədim k-ya. A-dakı plus 2 sağ tərəfə keçir olur k minus 2. B-dəki plus 5 sağ tərəfə keçir olur k minus 5. C-dəki plus 4 sağ tərəfə keçir olur minus 4. Burada kiçiyi tapmaq lazımdır. Ən kiçiyi 5 çıxılandır. Çünki çox böyüyə də çıxır B-dir. Sonra bundan da kiçiyi biraz az çıxılandır C-dir. Və ən böyük, kiçiyi yox, böyüyü, biraz böyüyü və ən böyüyü də A-dır. Məsələn, yerinə bir 10 qoyaq. 10 çıxaq 2, 8, 10 çıxaq 5, 5, 10 çıxaq 4, 6. Ən böyük, ən kiçiyi hansı olur? Olur B olan, sonra 6, yəni C olan, sonra da A. B kiçikdir, C kiçikdir A, yəni D variantı. Baxırıq 272-ci suala. 272-ci suala bənzəri var idi yuxarıda. İstəsiz onu da qayda bilərsiniz. Sualları yəni diqqətlə işləmişsinizsə bilirsiniz hansılardır. Mən bərabər eləyirəm bir dənə k-ya. 5a plus 7-ni k-ya bərabər eləyəndə a qalır. A qalır. Bərabərdir. Kəsr xətti çəkirəm. K-da qalır. Plus 7 birinci sağ tərəfə keçir olur. Minus 7. A-nın əmsalı vuraq 5 olur bölək 5. Sonra B bərabərdir. Yenə kəsr xətti. Bu dəfə də B-yə bərabər eləyirəm. B-də diqqət edin. B-yə baxın. B-də K qalır. Olur minus 7. B-nin əmsalındakı vuraq 3 olur bölək 3. C bərabərdir. Kəsr xətti K qalır. C-də plus 7 yenə sağ tərəfə keçir olur minus 7. Amma C-də 2 yerə bölüblər. İndi baxın. Biz ən kiçiyi tapmalıyıq. Sizcə ədədi 5 yerə böləndə dilimin ölçüsü kiçik olur, 3 yerə böləndə kiçik olur, yoxsa 2 yerə böləndə kiçik olur? Bəli, ən kiçik halda 5 yerə böləndədir. 5 yerə böləndə dilimlərin ölçüsü kiçik olur. 3 yerə böləndə biraz böyüyür. 2 yerə böləndə, yarı böləndə isə ən böyük olur. Minus 7-lərə ona görə baxmıram da, hər üçündən 7 çıxır da. Yəni eyni çıxdığı üçün bunları müqayisə eləməyə ehtiyac yoxdur. Sürətləri eynidir. Sürətləri eynidir. Məxrəci böyük olan kiçikdir. A kiçikdir, B kiçikdirsə burada. Baxırıq 273-cü suala. 273-cü sualda bərabər edirəm bir dənə k ədədinə. Yazıram A bərabərdir, B bərabərdir, C bərabərdir, D bərabərdir. Üçünə də bərabər, dördünə də bərabər edəcəm. A-dakı bölək 15 sağ tərəfə keçir olur, vuraq 15. B-dəki bölək 20 sağ tərəfə keçir olur, vuraq 20. Sonra C-dəki vuraq 20 sağ tərəfə keçir olur, bölək 20. Kəsirlə yazdım. Və buradakı D-dəki vuraq 15 də sağ tərəfə keçir olur, bölək 15. Ən böyüyü, ən kiçik, təbii ki, A ilə B ən böyükləridir. Çünki burada dəfə artırıblar. Digərini dəfə azaldıblar. C-ni 20 dəfə azaldıblar. K-nı 15 dəfə azaldıblar. K-nı 15 dəfə azaldıblar, C-ni 20 dəfə azaldıblar. Təbii ki, burada ən kiçik olacaq C, çünki C-ni çox azaldıblar. D-ni biraz azaldıblar. D yazırıq D. Ondan sonra A-nı 15 dəfə artıblar. B-ni isə 20 dəfə artırıblar. Ona görə biraz böyük olan A-dır. Ən böyük olan isə B-dir. Çünki B-ni çox artırıblar. 20 dəfə artırıblar. C, D, A, B, C variantı. 274-cü suala baxırıq. 274-cü sualda da bərabər eləyirik bir dənə k ədədinə. İstəsiz lap 1-ə bərabər eləyə bilir. Gəlin bu dəfə 1-ə bərabər eləyək. A-nı 1-ə bərabər eləyən olur 1 bölək 6. B-də olur 1 bölək 2. C-də də olur 1 bölək 9. Bir dənə tortum var. Mənə lazımdır artan sırayla ən kiçiyi tapaq. Bir dənə tortum var. Neçə dilimə böləndə dilimlərin ölçüsü kiçik olur. Bəli, C ən kiçikdir. Biraz böyüyü A-dır. Ən böyüyü də B-dir. Çünki B-ni 2 yerə böləndə biri daha böyük dilimlər alınır. C-A-B, yəni C variantı. 275-ci suala baxırıq. Videonu bəyənməyə, kanala abunə olmağı unutmursunuz. Bərabər eləyirəm 1-ə. Tutaq ki, 1-ə bərabər eləyirəm. Bayaqdan k-ya bərabər eləyirdim. Bu arada ilk dəfə gələn izləyici varsa 1-ə bərabər eləyirəm. Bölək 8 keçir sağ tərəf olur, vuraq 8. B-nin yanındakı bölək 12 keçir sağ tərəf olur, vuraq 12. C-nin yanındakı bölək 5 keçir sağ tərəf olur, vuraq 5. Bizə deyir ki, azalan sırayla birinci hansını yazmaq lazımdır? Böyükdən kiçiyə doğru, bəli. Ən böyüyü B-dir, çünki 12-yə vurub. Sonra ondan biraz böyük, biraz kiçiyi A-dır, çünki 8-ə vurub.
Ən kiçiyi də C-dir, çünki ən aza vurub B-yə, 5-ə vurub. BAC devam. Baxırıq 276-cı sual. 276-cı sualda bərabər edirəm hamısını 1-ə. A bərabərdir. Vuraq 12, A-nın yanındakı vuraq 2 olur, bölək 2. B bərabərdir. B-nin yanındakı bölək 7 olur, vuraq 7. C bərabərdir. Vuraq 11 olur, bölək 11. Olur 1 bölək 11 və D bərabərdir. D-nin yanındakı bölək 4 olur, vuraq 4. Bizə ən kiçiyi lazımdır. Ən kiçiyi 11 hissəyə bölünəndir. Kəsrlər kiçik olacaq. Deməli, ən kiçiyi C-dir. C-dən biraz böyüyü tortun 2 dilimə bölünmüşüdür, A-dır. Ondan da böyüyü D 4-ə bərabərdir, 4-dür. Ən böyüyü də B 7-yə bərabərdir, B-dir. C, A, D, B olur. Baxırıq 277-ci suala. Bərabər eləyirəm, 1-ə bərabər eləyim, eləməyim. 15-ə bərabər edirəm hamısını. 15-ə bərabər. Bu arada yeni gələn izləyici varsa, bayaqdan K-ya bərabərdir. Bu dəfə 15-ə bərabərdir. Plus 6 sağ tərəfə keçir olur, 15 çıxaq 6. B bərabərdir. B eləcə 15-in özüdür. C bərabərdir. Minus 20 olur, 15 üstə gələ 20. Keçir sağa olur, üstə gələ. D bərabərdir 15, plus 11 keçir sağ tərəfə olur minus 11. Bu arada hər birini 15-ə bərabərləmişəm ayrı-ayrılıqda. Bunun qiyməti olur 9, bu qalır 15, bu qalır 35, bu da qalır 4. Bizə ən böyüyü lazımdır. Ən böyüyü C-dir. Təbii ki, üstünə plus gələn olacaq. Ondan biraz böyüyü, heç nə dəyişməyən B-dir. Sonra ondan böyüyü yox da kiçiyi, ondan da kiçiyi 6 çıxılandır. A-dır və ən kiçiyi də ən böyüyə də çıxılandır. D-dir. CBAD, CBAD, CBAD. 278-ci sual. Bənzərlərini bayaqdan nə qədər işləmişik? Əvvəlki izahlara əgər baxa bilərsiniz, bu izahı tam anlamasanız. Hər birinin əmsalında 3 var deyə mən bunlara dəymirəm. 3A, 3B, 3C, 3D. Bunu bir K ədədinə də bərabər eləyə bilərsiniz, xüsusi bir rəqəmə də bərabər eləyə bilərsiniz. Mən ifadələrin hər birini bərabər edirəm 18-ə. Plus 12 keçir sağ tərəf olur 18 çıxaq 12, 18 çıxaq 12. Digərində olur 18 çıxaq 10. 3C plus 1-də 1 keçir sağ tərəfə olur 18 çıxaq 1. 3D-də də qalır eləcə 18. Bərabər olur 6-ya, 8-ə, 17-yə və eləcə 18-ə. Ən böyüyü D-dir, 18 olan, yəni D. Bundan biraz kiçiyi 17 olandır, yəni C-dir. Bundan biraz kiçiyi 8 olandır, yəni B-dir. Ən kiçiyi də 6 olandır, yəni A-dır. DCBA bu. Niyə belədir? Çünki hər birində 3 ona görə saxladım ki, zaten 3-ə vurub da. Yəni ədəd böyükdürsə 3-ə vuranda da böyük olacaq. Kiçikdirsə 3-ə böləndə də kiçik olacaq. Ona görə heç nə dəyişmir burada. Burada biraz qarışıq olan 279-cudur. Niyə? Çünki burada belə qarışıq sual verməz. Nə mənada qarışıq sual deyirəm? Çünki biz bunun kəsrin məxrəcində olub-olduğunu bilmirik. Bu 3də 1 vuraq A-da ola bilər. 1 bölək 3 A da ola bilər. Düzdür, burada 1 bölək 3 A kimi verilib, amma imtahanda narahat olmayın. Sizə belə sual veriləndə burada 3 A olan hissə mötərizədə veriləcək. Siz biləcəksiniz ki, bu hardadır? Məxrəcdədir. Ona görə məxrəcdədir deyə mən 1 bölək 3 A-nı bərabər edirəm 1-ə. Hər birini 1-ə bərabər edəcəm. Sonra 1 bölək 4 B-ni bərabər edirəm 1-ə. Sonra 1 bölək 5 C-ni bərabər edirəm 1-ə. Bunu sıra-sıra bərabər elədim. Ondan sonra bu elə bir ki, birdə də çapraz vururam ya da çapraz vurmaq əvəzinə 3A-nı vururam sağa. Olur 1 bərabərdir 3A. Digərində olur 1 bərabərdir 4B. Digərində olur 1 bərabərdir 5C. Mən bunların hər birindən A-nı, B-ni, C-ni tapa bilərəm. 3 keçir sağ tərəfə, vuraq üstü, keçir sol tərəfə olur bölək 3. Yəni 1 bölək 3. 4 keçir sol tərəfə, vuraq 4 idi, sola keçəndə olur bölək 4. 5 vurmadır, sol tərəfə keçəndə olur bölək 5.
Sizcə hansı ən böyükdür? Ən böyüyü A-dır. Baxaq görə variantlarda böyüklə verir. Deyir ki, artan sırayla düzün, ən kiçik lazımdır. Bir dənə tortu 5 yerə böləndə daha kiçik dilimlərin ölçüsü kiçik olur. Ondan sonra bundan biraz böyüyü 4 yerə böləndə ala bilərik. Ən böyüyü də 3 yerə böləndə ala bilərik. Ölçülərə böyük dilimlər. SBA, B variantı. Sonuncu sualımızdayıq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Mənim yoldaşlarınızla da paylaşa bilərsiniz. Deməli, baxırıq 280-ci suala. 280-ci sualda mən bunun hamısını bərabər edirəm 1-ə. A bərabərdir. Diqqət eləsəz, bölək 4/1-dir. Olur, vuraq 4/1. 1-i 4/1-ə vuranda heç nə dəyişmir. B də bölək 19-dur. Olur, vuraq 19. 1 vuraq 19 heç nə olur belə. Deməli, vuraq 3/1-dir. Olur, 1 bölək 3/1. Bunu saxlayaraq baxacağıq. D bərabərdir. Vuraq 16-dır. Olur, 1 bölək 16. Bir dənə buna baxacağıq. Burada öyrənmişik ki, ədəd birinci ədəd olduğu kimi qalır. Bölmədən sonraki kəsir tərsinə çevrilir. Olur, vuraq 3. Bərabərdir. Bu da 1 də 3-ə vurulur. Olur, 3. İndi baxaq. Bizdən ən kiçiyi soruşur. Ən kiçiyi 6/1 olandır. 16/1 olandır D. D'dən biraz böyüyü 4/1 olandır. A kəsirlər. Sonra qalır 19 və 3. Hansıdır? Sonra C'dir. Ən böyüyü də B'dir. D, A, C, B. Bəli, C. Belə. İzahlarımız bu qədər. Hələlik növbəti izahlarda görüşənədək sağ olun.